fevral ayı ərzində İnnovasiyalar Mərkəzinin fəaliyyəti barədə statistik məlumatları nəzərinizə çatdırırıq. Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən 417 işgüzar şəxsin iştirakı ilə 13 müxtəlif mövzularda təlim, ustad dərsləri, workshoplar və işgüzar söhbətlər görüşü keçirilib. Bilim Bakı Mərkəzi tərəfindən fevral ayı proqramı üçün qeydiyyatdan keçən 2303 şagirdə 6 laboratoriya üzrə 88 saat dərs keçirilib. Həmçinin mərkəz tərəfindən 230 iştirakçı ilə 3 tədbir təşkil olunub. 1 saylı, 2 saylı və 3 saylı Asan kommunal mərkəzlərinə fevral ayı ərzində xidmət almaq üçün ümumi olaraq 53781 vətəndaş müraciət edib. InnoLand İnkubasiya və Akselerasiya Mərkəzinin xidmətlərindən 30 startap yararlanıb. 17 startap mentor xidməti, 20 startap isə konsultasiya xidməti alıb. Həmçinin mərkəz tərəfindən 10 sayda webinar və təlimlər təşkil olunub. Asan Viza tərəfindən 51333 xarici vətəndaşa viza verilib. İnnovasiyalar Mərkəzi ilə Belarus Respublikasının xidmətlərin göstərilməsi və yenidən təşkili agentliyi arasında Belarus Respublikasında dövlət xidmətlərinin təkmilləşdirilməsinə dair anlaşma memorandumu imzalanıb. Memorandum Asan xidmət təcrübəsinin Belarus Respublikasında tətbiqini, eləcə də mərkəzlərdə təcrübələrin təşkilini, dövlət agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur. Gələcək üçün bacarıqlar layihəsinin yeni inkubasiya proqramının qeydiyyatına start verilib. Türkiyənin bilişim vadisi modeli əsasında hazırlanan proqram 10 əsas mövzu və 34 alt moduldan ibarət intensiv təlimlərdən ibarət olacaq. 4-cü TUSI inkubasiya proqramına GUB iCenter AZ saytına daxil olaraq qoşulub formu doldurmaqla qeydiyyatdan keçmək mümkündür. Həmçinin inkubasiya proqramı ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Tibb Universitetində və Azərbaycan Texniki Universitetində infosessiya görüşləri keçirilib. Görüşlərdə tələbələrə inkubasiya proqramının faydaları, məqsədi və iştirakçılar üçün yaradacağı imkanlar haqqında ətraflı məlumat verilib. 28 fevral tarixində Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən media nümayəndələrinin fəaliyyətində süni zəka mövzusunda təlim təşkil edilib. Təlimdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər. İştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər və s. barədə məlumat verilib. Real nümunələr və workshoplar əsasında isə süni zəkanın tətbiqi mənimsənilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Həmçinin İnnovasiyalar Mərkəzini ziyarət edən müxtəlif xarici ölkələrin dövlət qurumlarının nümayəndə heyətləri, mərkəzin və tabeli struktur bölmələrin fəaliyyətləri ilə tanış olublar. Beləliklə, fəaliyyətimizlə bağlı statistik məlumatları sizə çatdırmağa çalışdıq. Hələlik!